Azadlığı, suverenliği uğrunda canlarını qurban verən şəhidlərimizdən biri də Quliyev Bahadır Sehriman-oğludur. Quliyev Bahadır Sehriman-oğlu 5-ci ay 1974-cü ildə Ağdam rayonunun Gülablı kəndində doğulmuşdur. Bahadırın atası gənc yaşlarından Rusiya vətəndaşı olduğundan ailəsi ilə birlikdə 1988-ci illərdən Rusiyanın Volqograd vilayətinə köçür. Ailədə 5 oğul, bir qız evladı olan atanın 3 oğlu ardı-ardına hərbiyə çağırılır. Böyük oğul Quliyev Cəlil Sehrimanoğlu 6 ay qulluqdan sonra Rusiyanın Kostroma şəhərində qulluqdan imtina edib vətənə qayıdır. Ağdamda hərbini davam edir. 4 ay sonra ikinci qardaş Quliyev Rəhman Voronezh şəhərində qulluqdan imtina edib vətəni Ağdama gəlir və üçüncü qardaş hərbiyə yollanır. Bahadır Quliyev 1 ay qulluq edib Kazan şəhərində qardaşlarından örnək alıb vətənə gəlməyi seçir. Ata eşidir, 2 qardaşın orada, sən burada qal deyə Volqogradda hərbini davam etməyi Bahadırdan tələb edir. Amma o, atasının tələbinə qarşı çıxaraq, ata məni saxlama, nahaq Volqograda gətirdin, mən vətənimə getməliyəm və orada hərbiçi olaraq fikrimi vətəndə qalmaqdadır. Ata bir həftə sonra eşidir, Bahadır Azərbaycana gedən yük maşınları ilə cibində 1 manatı olmadan belə hərbi formada Azərbaycanda artıq Ağdamın Gülablı kəndində özünü müdafiə batalyonunda döyüşlərə qatılır. 1992-ci ildə Bahadırın böyük qardaşları hərbini bitirib yeni dönsələr də Bahadır mən Ağdam Abdal Gülablı işğaldan azad etdikdən sonra dönəcəm ata deyir. Hərbini bitirib kəşfiyyatda qoşulan Bahadır qısa zamanda əməliyyatlarda olur. Ağdamın Abdal Gülablı, Güllücə, Bağmanlar, Kösalar, Kökətmə, Üzərlik Təpə, Soltanlı, Suma, Qərvənd, Qiyabdın və digər bölgələrdə kəşfiyyatlarda olur. Bahadır 18.04.1995-ci ildə Baş-Qərvət bölgəsində çox vacib bir əməliyyat zamanı yoldaşlarını, komandirini qoruyarkən Baş-Qərvənd bölgəsində mina partlayışı nəticəsində şəhid olur. Allah şəhidlərimizə rəhmət eləsin. Bahadırın da özünün də, bütün şəhidlərimizin də ruhu şad olsun.